Uşaqlar salam. Bu günləri sizə Şahin İbrahimovun Respublika Fən müsabiqəsinə hazırlaşanlar üçün olan kitabından sınaq 17-nin izahını verirəm. Demək, keçək suallarımıza. Birinci sualda deyir ki, hansı molekul iki fərqli elementdən və 3 atomdan ibarətdir? İki fərqli element deyirsə, demək ki, biz orada 2 dənə fərqli rəng axtarmalıyıq və 3 atomda deyirsə, biz orada 3 dənə, belə deyək də, dairə axtarmalıyıq, kürə axtarmalıyıq. Demək ki, bu hansındadır? A variantında eyni rəngdir, 2 dənədir özdə. B-də fərqli rəng olsa da 2 dənədir. C-də eyni rəngdən 3 dənədir, bu da deyil. Amma D-də 2 fərqli rəng və 3 dənə deməli, belə deyək də, kürələr verilmişdir. Demək ki, bizim düzgün cavabımız D variantıdır. İkinci sualımıza baxaq. İkinci sualımızda deyir ki, meşə yanğınları, canlıların tənəffüsü, təbii qazın yanması, verilmiş proseslər zamanı atmosferdə olan hansı qazın miqdarı artar? Deməli, baxın uşaqlar, təbii qazın yanması. Təbii qazın tərkibi, bilirik ki, təbii qaz homogen qarışıqdır və bunun tərkibinin 80-90%-ni CH4, yəni metan təşkil eləyir və metanın yanması deyəndə metanın oksigenlə reaksiyasını nəzərdə tuturuq. Nəticədə karbon qazı və su alınır. Demək ki, söhbət karbon qazından gedir burada. Bu da B variantıdır. İstər meşə yanğınları zamanı, istərsə canlıların tənəffüsü zamanı və istərsə də təbii qazın yanması zamanı atmosferdə olan hansı qazın miqdarı artar? Yəni, canlılar tənəffüs edərkən nəyi xaric edir? Karbon qazını. Demək ki, burada söhbət karbon qazından gedir. O da oldu variant B. Gəldik üçüncü sualımıza. Üçüncü sualımızda, mən bunu bir qədər yuxarı edim. Üçüncü sualımızda demək ki, nə deyir bizə? Bir saniyə. Aha, deməli, bizə verib ki, X A üstə gələ 2 elektron alınır. Deməli, X 5+. Yəni, X A üstə gəl 2 elektron və alınıb X5+. Belə alınıb. Y mənfi 3 elektron və YB verilib. Deməli, yuxarıda verilən çevrilmələrə əsasən A və B-nin qiymətini müəyyən edin. İndi diqqət eləyin. Biz elə bil ki, sanki sol tərəfdən sağ tərəfi çıxırıq. Yəni, neçədən 2-ni çıxsan 5 qalar? Təbii ki, 7-dən. Yəni, müsbət 7-dən 2-ni çıxsan 5 qalar. Bu da, demək, A bərabərdir müsbət 7-yə. Uşaqlar, mən bir dəqiqə bunu silim ki, birinci sualın cavabı bir idi, ya ikinci sualın cavabı burada qarışmasın. Demək, X oldu, A oldu müsbət 7. İndi B-ni tapaq. B-də deməli mənfi verilib, yəni 1 deməkdir də, mənfi 1 və mənfi 1-dən elə bil ki, sağ tərəfdə B-nin yerində nə olsa, mən mənfi 1-dən neçəni çıxsam mənfi 3 taparam. Təbii ki, müsbət 2-ni və orada da qalır, deməli, üzr istəyirəm, hədə müsbət 2-ni, bəli, düz demişəm. Deməli, müsbət 2-ni, orada da deməli, B variantında da cavab müsbət B nə idi? D variantında da cavab müsbət 2-dir. Yəni, A-da müsbət 7, B-də müsbət 2. İndi gəldik dördüncü sualımıza. Dördüncü sualımızda deyir ki, X və Y element zərrəciklərinin eyni şəraitdə kimyəvi xassələri X və Y element zərrəciklərinin kimyəvi xassələri eyni, fiziki xassələri fərqlidir. Baxın uşaqlar, izotoplarda kimyəvi xassə eyni olur, fiziki xassələr fərqli olur. Məsələn, ən çox gördüyümüz, bildiyimiz hidrogenin izotoplarıdır ki, H11, H12, H13, protium, deuterium, tritium. Bunlarda protonlar eynidir. Kimyəvi xassəsi eyni, amma fiziki xassələri fərqlidir. Və buna əsasən deyir, X və Y üçün hansı ifadələr doğrudur? Birincidə, deməli, proton sayıları eynidir deyir. Bəli, bu düzdür. İkincidə,
elektron sayları eynidir. Xeyr. Neytral atom üçün bəli elektron sayları da eynidir. Üçüncüdə üzr istəmək elektron sayları da eynidir. Üçüncüdə neytron sayları eynidir. Xeyr, eyni deyil. Demək ki, burada X və Y elementi üçün kimyəvi xassələr eyni olur. Fiziki xassələr fərqli olanda bunlar izotop oldu. İzotoplarda protonların sayı eyni, elektronların sayı eyni, neytronların sayı isə fərqli olur. Düzgün cavabımız 1-2, bu da oldu C variantı. Keçid etdik 5-ci suala. 5-ci sualda deyir ki, X element atomu üçün aşağıdakı məlumatlar verilmişdir. Nə deyir? Natrium element atomu ilə izotondur. Yəni natriumu yazaq. Natrium 23, 11. Deməli, izoton deyirsə, bunların neytron sayları eyni olmalıdır. Natriumda 23-dən 11-i çıxsam, qalacaq 12 neytron. Deməli, 12 neytronu var. Bu X elementi nədirsə, bunun da 12 neytronu var. Və magnezium elementi ilə isə deyir, izotopdur. Aha, deməli, bu magneziumun izotopudur. Yəni, bunun proton sayı 12-dir. Və burada da nə verilib? Magnezium 25, 12 yazılıb. Demək ki, bunun proton sayı, X-in proton sayı 12-dir. İndi baxın, protonu 12 oldu, neytronu 12 oldu bunun və X elementinin kütlədədir, yəni ayrı hesabla deyir. Ayrı da proton üstə gələk, neytron düsturundan yazsa, 12 üstə gələk, 12 bərabərdir, 24 alınır. Yəni cavabımız burada A variantıdır. Keçək 6-cı suala. 6-cı sualımız, baxım görüm hesablama var. Çünki biraz sualımız böyük görsəndi gözümə. Baxın uşaqlar, belə bir modeller verilmişdi burada və qeyd edib ki, X-də qırmızı ilə göstərilmiş protondur, Y-də göy ilə göstərilmiş neytrondur, Z-də sarı ilə göstərilmiş deməli elektron verilib. İndi sualı oxuyaq görək bizə nə deyir. Yuxarıda proton, neytron və elektron sayları verilmişdir. Tamam. X, Y, Z atomları üçün birinci X protium, Y deuterium, Z tritiumdur. Aha, deməli bu hidrogenin izotopları da bizə verilib. Onda gəlin biz bunu bir yazaq burada və mən üzr istəyirəm bir dəqiqə. Ekranımı çəkim bir qədər yuxarı. Görüm necə yerləşdirirəm bura. Aha, gəlin indi yazaq. Bəli, deməli bir protonu, bir elektronu var. Gəl bunu yazaq. H11 protiumdur deyir, deuteriumdur deyir və üçüncüsü də tritiumdur. Onda X protium, Y deuterium, Z də tritiumdur. Bəli, göründüyü kimi düzgün deyir. Çünki fikir verin, kütlə ədədi 1, 2 və 3 kimi göstərilmişdir. İzotop atomlardır. Bəli, izotop atomlardır, hidrogenin izotoplarıdır və oksigenlə əmələ gətirdiyi birləşmənin formulu fərqlidir. İfadələrdən hansı doğrudur? Təbii ki, 1 ilə 2 doğru olacaq da uşaqlar. 1 ilə 2 düzgün cavabımız hansındadır? C variantındadır. Gəldi indi 7-ci suala. 7-ci sualda deyir ki, amonyak birləşməsi ilə ortaq 2 elementə malik olan birləşməni müəyyən edin. Amonyakla ortaq olan 2 elementə. Gəlin bir formulları yazaq görək nə ala bilərik biz buradan. Xorek duzu deyirik. Bir dəqiqə. Xorek duzu. A variantı natri xlordur. Amonyakı da yazıram buradan. Bir dəqiqə. Amonyakı da yazıram buradan NH3. NH3. Deməli, A variantı xorek duzu. B variantı naşatır spirti NH4OH. C variantı etil spirti C2H5OH. Y variantı glukoza C6H12O6. İndi diqqət eləyin. Amonyak birləşməsi ilə ortaq 2 element. Baxın aşağılar. Amonyakda hansı elementlər görürəm? Azotla hidrogeni. Azotla hidrogen bunlarda bu formulda var. NH4OH-da. Yəni bu B variantı naşatır spirti olacaq. Gəldik C variantına. C variantında bizdə nə göstərilib? Lövhədə
Deməli, formullar, daha doğrusu maddələrin adı verilib. Gəlin biz formulları yazaq. Xorek duzu, natri xlor, sönmüş əhəng, kalsium OH2, kalsium OH2. Uşaqlar, bir dəqiqə. Demək, mən sizə demişəm ki, baxın, bu reaksiya kalsium O, üstə gələk H2O. Mən məşğələ vaxtı sizə demişəm ki, kalsium O, üstə gələk H2O, alınır kalsium OH2. Bu reaksiya əhəngin söndürülməsi reaksiyasıdır. Əhəngin söndürülməsi reaksiyasıdır. Deməli, kalsium O əhəngdir və üstünə su gələndə sönmüş əhəng alınır. Sonra nə yazırıq? Deməli, natrium hidroksid, natrium OH, qum, silisium O2, sonra karbon qazı CO2, əhəng daşı, kalsium karbonat, sönməmiş əhəng, kalsium oksid, indicə yazdım, baxın bu reaksiyada, çay sodası, natrium HCO3, sonra sirkə, CH3COOH, glukoza, C6H12O6, benzol, C6H6 və mərmər, bu da kalsium karbonat. Yenə də yazdıq bunu. Demək, uşaqlar, bir saniyə. Sualda bizə deyir ki, lövhədə adları verilmiş neçə birləşmənin tərkibində kalsium elementi var. Sayaq görək. 1, 2, 3, 4. 4-də hansıdır? B variantında. Bəli. Olduğu B variantı bu sualın cavabı. Nəsə deyəsən hesablamaya oxşuyur. Biraz yuxarı qaldırım görüm. Niyə bilirəm? Aha. Nə uzun sualdır bu belə. Demək, bizdə belə bir cədvəl verilib 9-da. 9-da cədvəl verilib və proton, neytron, elektron sayıları göstərilib. İndi deyir ki, neytral X atomu üçün proton, neytron, elektron sayılarının zaman asılı qrafiki verilmişdi. Tamam. Buna əsasən X atomu üçün bir deyir elektron alır, 2 kationa çevrilir, 3 kütlə ədədi 39 olur. Hansı ifadələr səhvdir? Mən görürəm ki, 19-dan elə bil ki, aşağı gəlib, yəni elektron almış kimi görsənir də burada. Bəli, belə çıxır ki, 18 bunun proton sayıdır. 18 bunun proton sayıdır. Və 18-in üstünə də biri gəlib, 19 olub. Demək, yaşıl bunun elektron sayıdır. Kationa çevrilib. Elektron alanda hansı səhvdir deyir. Elektron birdə deyir elektron alır. Bəli, elektron alıb. Kationa çevrilir. Xeyr, elektron alanda aniona çevrilir. Kationa çevrilmir. Sonra deyir ki, üçüncüdə nə deyir? Kütlə ədədi 39-dur. Kütlə ədədi, dedik ki, bunun protonu 18-dirsə, demək ki, 20 bunun neytronudursa, kütlə ədədi 38 olacaq. Onda bu düzgün olmayan cavablar 2 ilə 3 D variantı gəlir. 10-cu sualda mənfi yüklü hissəciklər müsbət yüklü kürə içərisində bərabər paylanmışdı. Mənfi yüklü hissəciklər müsbət yüklü kürə içərisində bərabər paylanmışdır. Fikrini hansı alim söyləmişdi? Təbii ki, bu Thomsonun fikridir və düzgün cavab C variantı. Və 17-ci sınağımızın da izahı bu qədər uşaqlar.